Şəhidimiz Seymur Ələsgərov Eldaroğlu. Seymur 1990-cı il 26 iyulda Tovuz şəhərində anadan olub. Məktəbə Gəncə şəhərində 30 nömrəli məktəbə gedib. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif yerlərdə işləyir. Hərbiçi ailəsində anadan olduğuna görə hərbiyə marağı olur. Hərbi kurs keçir, hərbiçi olaraq işləməyə başlayır. 10 il ərzində müxtəlif bölgələrdə hərbiçi olaraq çalışmışdı. 20-yə yaxın düşmən təxribatının qarşısını almışdı. 2020-ci il fevralın 15-də düşmən təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalmışdı. Qəhrəmanımızın ailəsi Yaşad Fondunun müvafiq istiqamətləri üzrə xüsusi diqqəti və qayğısı ilə əhatə olunub. Həmçinin fondun məktəbli ləvazimatı və hədiyyə karvanı layihələri çərçivəsində Eldara hədiyyə qutuları təqdim olunub. Fond onun övladı Eldarın səhhətində yaranmış ciddi problemlər səbəbilə 24 saat ərzində Türkiyənin Ankara şəhərinə göndərilməsini və əməliyyata götürülməsini təmin edib. Uğurlu əməliyyatdan sonra Eldar sağ-salamat evinə dönüb. Hal-hazırda Eldar 1-ci sinifə gedir. Buna görə təşəkkür edirəm Yaşad Fonduna. Eldarı sağlamlığına qovuşturduğuna görə, Eldarın xəstəliyi tam sağalana qədər yanımızda olduqlarını söz vermişdilər. Əllərindən gələni eləyirlər. Yəni köçürənlərin sayəsində Eldar və Eldar kimilər sağlamlığına qovuşur. Təşəkkür edirəm hər kəsə. Mənim adım Eldardır, 6 yaşım var. 1-ci sinifə gedirəm, böyüyəndə polis olmaq istəyirəm. Azərbaycan dilini, ingilis dilini xoşlayıram. Şəhidimiz Seymur Ələsgərovun əziz xatirəsi daim yaşayır. Onun ailəsinə göstərilən hər bir dəstək vətənə olan sonsuz xidmətinin minnətdarlıq ifadəsidir.